Bugünkü dərsimiz bizim ifrazat sistemidir. Əvvəl gəlin başda ifrazat sistemi haqqında onların təkamüldən indiyənə qədər hansı sistemlər formalaşıb. İlk dəfə olaraq biricələri heyvanlarda ifrazat prinsipli qovluqçuluq var idi. Və ifrazat prosesinin əslində əsas mahiyyəti orqanizmləri zərərli maddələrdən təmizləməkdən ibarətdir. İlk dəfə olaraq ifrazat sistemi proteinefridial tipli ifrazat sistemi yaranmışdır yastı qurdlarda. Sonra metanefridial tipli ifrazat sistemi yaranmışdır həlqəvi qurdlarda. Tək böyrəklər yaranmışdır göl ülbüsündə, yəni molluskalarda. Cüt böyrək yaranmışdır anadontada. Yaşıl bəzlər yaranmışdır deməli xərçənglərdə. Sonra gəldimaltı boruları yaranmışdır deməli cücülərdə və hörümçəklərdə. Əlavə ilə onlarda bu məqalədə koksal və pi bəzlərdə var idi. Amma artıq əsl böyrəklər, yəni belə deyək də, tam anatomik oluşu yetkin olan böyrəklər isə yaranmışdır xordallarda. Və nəzərinizə çatdırım ki, balıqlarda bir cüt qırmızılı qonur rəngli lent formasında böyrəklər idi və ümumi gövdə böyrəkləri idi, yəni uzanmışdır. Amma sonraki heyvanlarda artıq böyrək nisbətən belə deyək də daha yığcam formanı alır. Quşlarda böyrəklər adətə üzrə bir cütdür, lakin oval formadadır. Amma məməlilərdə böyrək, bütün məməlilərdə böyrək bizim bildiyimiz paxlalar formasındadır. Böyrəklərin ümumi çəkisi kitablar üzrə dəyişir, 150-200 qrama qədərdir hər böyrək və böyrəklərin süzücü səth sahəsi 5-6 kvadrat metrə qədərdir. Böyrəklərin əsas funksiyası orqanizmanın osmotik tərkibini tənzimləyir, qanın kimyəvi tərkibini, onkotik tərkibini daimi olaraq stabil saxlayır, su-duz mübadiləsini təmin edir və orqanizmada daxil olmuş zərərli yağ birləşmələri, zəhərli kimyəvi birləşmələri orqanizmadan vaxtında kənarlaşdırılır və ümumi qanın kimyəvi tərkibinin sabitliyinə cavabdeh orqandır. Başlayaq əvvəlcə böyrəklərin ümumi quruluşundan, ifraz sisteminin ümumi quruluşundan, sonra nefron quruluşuna keçəcəyim. Böyrəklər özü 2 ədəd olmaq şərtilə böyrəklər omurqa kanalının sağ-sol tərəfində yerləşir. Sağ böyrək sol böyrəyə nisbətən 1-2 sm-ə qədər aşağıda yerləşmişdir. 2 böyrəkdir, mən baxıla vurguladım. Böyrəklərin deməli, omurqanın yanında yerləşməli, omurqanın yanında, yəni omurqanın alt tərəfində bilirik ki, deməli, qarın aortası yerləşir və onları qidalandıran əsas qan damarı deməli, qarın aortalarıdır. 2 ədəd böyrək və hər böyrəkdən bir cüt, yəni hər böyrəkdən bir ədəd olmaq şərtlə 2 ədəd axar, bir tək silik hissəsi və bir silik hissəsindən bir təkdə silik kanalı yerləşmişdir. Kişilərdə uretra uzun olduğuna görə kişilərin infeksiya qapma ehtimalı daha aşağıdır. Lakin qadınlarda silik, yəni çıxarıcı kanal daha qısa olduğuna görə, yəni uretra qısa olduğuna görə infeksiyaların qapma şansı daha yüksəkdir. Belə, indi gəlin başlayır əslində silik əməl gəlmə prosesinə diqqətlə dinləyin məni. Silik əməl gəlmə prosesi uzun fizioloji və çətin bir prosesdir. Nəzərinizə bir şey çatdırım ki, uşaqlar, böyrəkləri bir dəqiqədə hər böyrək 0,5 litrə qədər qan gəlir. Deməli, sutkalar, yəni ümumi sutka miqdarı götürsək, böyrəklərdən sutkada 1500-1700 litrə qədər yanınızda saxlayın qan keçir böyrəklərdən, hər iki böyrəkdən. Onlardan 150 və 170 litr ilk silik formalaşır. Lakin 1,5, 1,7 litr isə son silik formalaşır. Son silik tamamən tərkibi zərərli birləşmələrdən ibarət olan silikdir. Mən nefron quruluşunu izah etdikdən sonra ilk siliklə son siliyin və qanın kimyəvi tərkib fərqlərini izah edəcəyəm. Böyrəyin funksional vahidi nefron adlanır. Yəni nefron sözü mənası, hərfi mənası ilə böyrək deməkdir. Hər böyrəkdə ortalama nefronların sayı 1 milyona qədərdir. Deməli, 2 böyrəyimiz olduğuna görə 2 milyon nefrona sahibik. Nefronların sayı dəyişmir, böyrək zədələndikcə ola bilsin ki, onların da funksionalı itə bilər. Nefron nədən ibarət uşaqlar? Əvvəlcə bir şey deyim ki, əlinizdə olan markerdən istifadə eləmişik. Yaxşı rəhddə olanları arteriyalar kimi qəbul edin, göy rəhddə olanları isə venalar kimi qəbul etsək. Bir yadınıza saxlayın ki, bir nefron qədərlə bənzər kapsullardan gördüyünüz kimi birinci dərəcəli qıvrılmış kanallardan Henle ilgəyinin alimin adından bağlıdır, ilgəy kəşf edildiyinə görə ikinci dərəcəli qıvrılmış kanallardan və bir də silik toplayıcı borucuqlardan təşkil olunmuşdur. Əslində, böyrəyin en kəsiyini kəsəndə görəcək ki, böyrəyin en kəsiyi 2 hissədən ibarətdir. Yəni, hissələr hansılardır? Hissələrdən biri, yəni xarici tərəfi olan hissəsi qabıq qatı adlanır, yadınıza saxlayın. Daxili olan hissəsi isə beyin maddəsindən ibarətdir. Yəni, əslində, anatomik quruluşa diqqət yetirsək, görəcək ki, həqiqətən də, bu hissəyə baxsanız, qədəhə bənzər kapsula və birinci dərəcəli qıvrılmış kanallar və ikinci dərəcəli qıvrılmış kanallar bütövlükdə qabıq qatda yerləşmişdir. Lakin qədəhə bənzər kapsuladan kənar, yəni Henle ilgəyi isə bütövlükdə yerləşir beyin qatda. İndi başlayaq ilk silikdən, daha dəqiq desək, qanın siliyi əməliyyatına
Uşaqlar, böyrək arteriyaları qanı alır, yadınızda saxlayın, aortadan. Yəni, ürək aortada bilirik də, ürəkdən çıxan ən iri böyük damar edir. Və böyük qan dövranından qanı alır. Aortanın mənfəətini, yəni getirici arteriyalar başlanğıc götürür. Getirici arteriyaların mənfəətini, çıxarıcı arteriyaların mənfəətindən qat-qat fərqlidir. Yəni, getirici arteriyaların mənfəətini böyük olur, çıxarıcı arteriyaların mənfəətini nisbətən necə olur? Kiçik olur ki, orada təzyiq fərqi yaransın. Beləliklə, getirici arteriyalardan qan gəlir qədəh əvvəlcə kapsulalara. Kapsulanın divarı bir qatlı nazik epiteldən təşkil olunmuşdur. Və bir qatlı epiteldən təşkil olunduğuna görə